Allah'ın adı. Sən xoş gəlirsən. Sağ olun. Elvin bala, sənin bayramını təbrik edirəm. Vay sən qadan alım. Elibala məktəbinin seyidi, Elibala məktəbinin ağsaqqalı, Elibala məktəbinin gülü, bülbülü, yaraşığı və dayağı, seyid. Sən xoş gəlibsən, sənin bayramın mübarək. Nə tərsən? Sizden bahane. Çok sağ olun. Allah siz var eylesin. Allah size ömür versin ve böyle güzel tələbələr yetiştirib bizə çıxarır. Amin. Allah səni Elibala məktəbsiz eləməsin. Elibala məktəbində sənsiz Sağ eləməsin. olun. Amin. Allah kömək olsun. Elvin bala, sənin qadan alaram. Hazırıq. Ya Allah'ın adı. Söz səndə. Sizə quzu kəsərəm ha. Sağ ol Elvin, sağ ol. Öpürəm səni. Canım ay Seyid. Can, Seyid qadan alaram, sağ ol. Mən sənin rəyini bilmək istəyirəm Elvin haqqında. Qəşəng. Allah şinoman deyləsin. Amin, amin. Sənətlərində uğurlar arzulayın. Amin. Yəni bir ayımız tamam olur, ikinci ayımıza keçmişik. Bundan yəni nəzərimizə alaq ki, həftədə 3 dəfə, 4 dəfə gəlmir. Bizə dəfə gəlir. İşlə əlaqəli də. İşlə. Plusdakının alət də yoxdur ha. Alət də sifariş verilibdir. Neçə aydır hələ hazırlanmır. Hələ hazırlanmır alət də. İndi yəni stolun üstünə deyə indi mebelin üstünə. Biz də elə olmuşuq. Əlbəttə ki, amma sən bilirsən ki, alət fərqlidir də. Ha. Erdəniz müəllimi yaşayış yeri Gəncə şəhəri, iş yerimizdə Əmiyolçular Mədəniyyət Sarayının qapısı xalqımın ballarının üzrə açıqdır. Biz hazırıq qəbul eləyək. Nəyi biliriksə də tələbələrlə paylaşaq. Bir qaldır görüm ayva. Seyid buyur görüm. Bir qəşəng qoş şapalaq çal.